Azərbaycan Cüdo Federasiyasının İmişli Cüdo Təlim Mərkəzi fəaliyyətə başlayıb. Mərkəzin açılışında Gənclər və İdman naziri Fərid Qayıbov, İmişli rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli, Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu, Azərbaycan Cüdo Federasiyasının prezidentinin müşaviri Natiq Bağırov və digər şəxslər iştirak ediblər. Müasir standartlara cavab verən tatamilərlə təchiz edilmiş mərkəzin fiziki hazırlıq zonasında cüdoçuların fiziki inkişafının təmin edilməsi üçün lazımi idman avadanlıqları yer alıb. Tataminin ümumi ölçüsü 200 kvadrat metr sahəni əhatə edir. Bundan başqa məşqçi və paltar dəyişmə otaqları da mövcuddur. Zalda 200-dən çox idmançı cüdo ilə məşğul olacaq. Qeyd edək ki, Azərbaycan Cüdo Federasiyası 2022-2025-ci illərdə Gəncə, Sumqayıt, Qusar, Ağstafa, Zaqatala, Goranboy, Sabirabad, Zəngilan rayonunun Ağalı kəndi, Bakının Zirə qəsəbəsi, Ağdaş, Kürdəmir, Astara, Cəlilabad və Tərtərdə cüdo zalları açıb. Növbəti cüdo zalları isə Zaqatalanın Mosul kəndi, Şabran, Masallı, Cəlilabad, Qobustan və Siyəzəndə fəaliyyətə başlayacaq. Bakı və regionlardakı 158 idman zalına Azərbaycan Cüdo Federasiyası tərəfindən 2022-ci ildən etibarən 11400 tatami verilib və 2200-dən çox gənc idmançıya pulsuz məşq etmə imkanı yaradılıb.